Bismillahirrahmanirrahim və bihi nəstəin. Mübarək Ramazan ayı öz bərəkəti və rəhməti ilə bizlərə üz tutmuşdur. Allah Taala bu mübarək ayda edilən ibadət itaətləri, oruc namazları öz dərgahında qəbul etsin. Orucluğun şəri məsələləri ilə bağlı mövzumuz davam edir. Vacib orucların bir neçə qismləri var. Vacib orucların qismləri bundan ibarətdir. Məsələn, Ramazan ayında tutulan oruc vacib oruclardandır və həmçinin Ramazan ayında insan səbəbsiz yerə və yaxud hər hansı bir səbəb üzündən oruclarını buraxarsa, məsələn, müsafir olarsa, xəstələnərsə və digər səbəblərdən insan orucunu tuta bilməzsə Ramazan ayında, bu da ona vacib sayılır. Amma Ramazan ayında yox, digər aylarda qəza orucu tutacaq. Yəni, vacib oruclardan biri də qəza orucudur. Üçüncü vacib oruclardan biri kəffarə orucudur. İnsan Ramazan ayında səbəbsiz yerə orucunu tutmazsa, həm həmən günün qəzası insana vacib olar, həm də o gün üçün kəffarə vacib olar. Dördüncü vacib olan oruclardan nəzir, əhd və and vasitəsilə insanın boynuna gələn orucdur. İnsan əgər nəzir edirsə, bir gün, 3 gün və yaxud hər hansı bir sayda günlər oruc tutmağı və yaxud əhd edərsə Allahla və yaxud and içərsə, məsələn, 3 gün oruc tutmağa, bu and, əhd və nəzir vasitəsilə insanın boynuna vacib oruc gələr. 5-ci qism vacib oruc bundan ibarətdir ki, insanın atasının və yaxud anasının qəza orucları ki, dünyadan köçəndən sonra əgər boyunlarında qəza orucları qalıbsa, onların oruclarını tutmaq böyük oğula, yəni övladlardan böyük oğula vacib olar. Allah Taala bu gözəl ayda vacib orucları tutmağı bizlərə nəsib etsin.